Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər və valideynlər. Bu gün sizlərə həmişəki olduğu kimi 4-cü sinif Azərbaycan dili dərsliyindən olan testlərin izahını verəcəyəm. İzaha keçməzdən əvvəl kanala abunə olmaq və videonu bəyənməyi unutmayın ki, belə videoların ardı gəlsin. Bu gün artıq 4-cü fəsildə işarələr və simvollar mövzusunu fəslindən keçid etmişik. Burada birinci suala baxacağam. Birinci A-da deyir ki, bu işarələrə harada rast gəlirik? Onlar bizə hansı informasiyanı ötürür? Deməli, biz bu işarələri əsasən yol gedərkən, yəni yolda gördüyümüz bir işarələrdir. Birinci işarənin mənası, yəni bu hissəyə, yəni bu işarə qoyulan hissəyə girmək qadağandır. Yəni nə avtomobillə və nə piyada olsun, bu işarə varsa, həmin hissəyə girmək qadağandır deməkdir. B-də olan işarə isə, yəni üçbucaq içində nida, yəni qarşıda bizi bir təhlükə gözlər. Dediyim kimi, yəni avtomobil olsun, piyada olsun və s. Qarşıda bizi təhlükənin gözlədiyini bildirir. C-də isə stop işarəsi var. Stop işarəsi isə dayanmalı olduğumuzu bizə bildirir. Yəni getdiyimiz yol olsun, başqa bir yer olsun və s. Harda olur olsun, bu işarəni gördüksə biz artıq dayanmalıyıq. B hissəsinə keçid edirəm. Mətni oxuyun və suallara cavab verin. Biz informasiyanı yalnız söz və cümlələr vasitəsilə deyil, eyni zamanda işarələr vasitəsilə əldə edirik. Yollarda, parklarda, marketlərdə bizə məlumat ötürən işarələr var. Bu işarələrdən bir neçəsi ilə tanış olaq. Təsəvvür edin ki, böyük bir marketin yeraltı maşın dayanacağındasınız. Hər tərəfdə yalnız maşınlar, divarlar, sütunlar görünür. Siz hara gedəcəyinizi bilmirsiniz. Birdən qarşınıza işarə çıxır. Gördüyümüz kimi burada işarədə bizə istiqamət göstərir. Baxın, yəni insan bu hissəyə getməlidir. Sizcə bu işarə bizə hansı informasiyanı verir? Bu işarə bizə o informasiyanı verir ki, yəni çıxış üçün yol göstərir. Yəni bu işarə oldu, bu işarə belə göstərilir. Yəni bu istiqamətə getmək lazımdır ki, çıxışı tapa biləsiniz. O mənada işlənir. Düşünün ki, boya istehsal edilən fabrikə ekskursiya təşkil edilir. Fabrikin girişində plakat asılıb. Plakatda aşağıdakı işarələr təsvir edilir. Sizcə bu işarələr hansı məlumatlar ötürülür? Baxın, bir də görürük ki, insanın başında qoruyucu, yəni kaska var, gözündə isə qoruyucu eynək var. Deməli, bu o deməkdir ki, biz bu fabrikaya girərkən başımıza və gözümüzə qoruyucular taxmalıyıq. Daha sonra burada baxın, uzunboğaz ayaqqabı ilə girməliyik. Sonra əlcəklər taxmalıyıq. Burada o demək istəyir ki, yəni bu fabrikdə yanan bir maddədən istifadə eləmək olmaz, yəni kibrit və s. kimi istifadə eləmək, yandırmaq olmaz. Təsəvvür edin ki, ailənizlə birlikdə təbiətin qoynuna yürüş edirsiniz. Bir neçə saatdan sonra suyunuz tükənir. Yolda belə bir işarə ilə rastlaşırsınız. Bu işarə nəyi ifadə edir? Baxın, bu işarə o deməkdir ki, yəni qarşıda bizi içməli su gözləyir. Yəni bu istiqamətdə içməli su ilə qarşılaşacağıq. Yoldaşlarınızla meşədə piknik etməyi planlaşdırırsınız. Yolun kənarındakı plakatda belə bir işarə göstərilmişdir. Bu işarə hansı xəbərdarlıq edir? Bu işarə o xəbərdarlığı edir ki, yüksək səslə mahnı oxumaq və yaxud da mahnıya qulaq asmaq olmaz. Növbəti izaha keçməzdən əvvəl sizə xatırlatmaq istəyirəm ki, hal-hazırda bizim ödənişsiz yaddaş kitabçalarımız var. Əldə eləmək üçün 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayaraq ödənişsiz yaddaş kitabçalarından faydalana bilərsiniz. C bizdən qruplarla iş istəyir. Qruplarla işdə deyir, plakatlara baxın, işarələrin mənasını müəyyənləşdirərək qaydaları tərtib edin. Birinci qrup muzeydə davranış qaydaları. Baxın, muzeydə bilirik ki, gedənləriniz varsa əgər, şəkil çəkmək olmaz. Yemək yemək olmaz, yüksəkdən danışmaq, qışqırmaq olmaz, qaçmaq olmaz, eksponatlara əllə toxunmaq olmaz, daha sonra ora heyvan aparmaq olmaz. Bu onu demək istəyir ki, yəni muzeydə çəkiliş gedir, videokameraya bizi izləyirlər, bu deməkdir. Digəri isə muzeydə telefon işlətmək olmaz deməkdir. İkinci qrup parkda. Baxaq, deməli, baxın, yerə zibil atmaq olmaz. Zibili zibil qabına atmaq lazımdır, bu işarə onu deyir. Sonra orada ocaq qalamaq olmaz, ağacları kəsmək olmaz. Parkda velosiped sürmək olar. Parka heyvanlar aparmaq olmaz.
Daha sonra bitkilərə zərər vermək, qırmaq olmaz. Parka maşınla daxil olmaq olmaz. Üçüncü isə metrodadır. Baxın, qapıya söykənmək. Biz bunu həmişə metrolarda görmüşük ki, qapıya söykənmək olmaz. Bu sizin həyatınız üçün təhlükəlidir. Belə yırcaqlı ayaqqabı ilə girmək olmaz. Sonra qapının arasında durmaq olmaz. Metronun, qatarın, yəni yoluna düşmək olmaz. Sizin həyatınız üçün çox təhlükəlidir. Sonra eskalatorda qaçmaq olmaz, eskalatorda oturmaq olmaz. Eskalatora minən zaman uşaqlarınızı, yəni azyaşlıları qucağınıza ala bilərsiniz, almalısınız. Daha sonra və onların əlindən tutmalısınız. Belə. Daha sonra keçirik yazıda işarələr hissəsinə. Durğu işarələri, hansı durğu işarələrini tanıyırsınız? Onlar haqqında nə bilirsiniz? Biz artıq nöqtə, vergül, sual və nida durğu işarələrini tanıyırıq. Bunlar haqqında isə nöqtə əsasən bir məlumat verdiyimiz bir cümlələrin sonunda qoyulur, yəni nöqtə və yaxud əmr cümlələrinin sonunda qoyulur nöqtə. Sonra vergül işarəsi, yəni nöqtə bir də fikrin bitdiyini bildirir artıq. Vergül isə fikrin davam eləyəcəyini bildirir, yəni fasilə vermək üçün, pauza üçün vergüldən istifadə olunur. Sual işarəsindən adından da göründüyü kimi bir şeyə haqqında sual verən zaman istifadə olunur. Yəni bir şey haqqında məlumat almaq üçün sual veririk. Nida isə yüksək hiss həyəcanla deyilən sözlərin sonunda nida işarəsi qoyulur. Şeiri oxuyun və haqqında danışılan durğu işarələrini qeyd edin. Nidanın lovğalığı. Günlərin bir günündə ağ vərəqin üstündə durdu ayağa nida, bərkdən qışqırdı ura. Səsə ayıldı sual, soruşdu Səsə soruşdu de bu nə hal, salmısan çağır, bağır, demirsən kimsə yatır. Sənlə heç yoxdur aram, yuxuma qatdın haram. Nida güldü əzizim. Dinlə sənədir sözüm. Yuxuda gördüm ki mən hamınızdan vacibəm. Sizi oyatdım ki bəs xəbərdar olsun hər kəs. Gözünü ovuşdurdu, vergül sözə qoşuldu. Çox da boyun ucadır, işin ki balacadır, yerin cümləsi onudur, çoxu səni unudur. Mən isə çox sərbəstəm, nəfəs dərməkdir peşəm. Nöqtə qalxdı yerindən, gərnəşərək dərindən. Dedi, ay Nida qardaş, ayağa az dolaş. Mən xəbər gətirirəm, məlumat ötürürəm. Arzu, xahiş, nəsihət, əmr ya da məsləhət, əmr ya da nəsihət. Mən olmasam ötüşmür, nida heç yada düşmür. Hər cümlənin sonunda mən gəlirəm, ay Nida, sənin dediyin ancaq rüyalarda qalacaq. Belə. Bizdən nə soruşurdu? Bir dənə ona baxaq. Durğu işarələrini qeyd edin. Dediyim kimi nida, sual, elə danışa-danışa xətt çəkdim ki, itirməyim sonra baxın. Nidadır, sualdır, vergüldür və nöqtədir. Burada söz boğçası hissəsi var. Yuxusuna haram qatmaq, yəni ki, vacib bir iş üçün yatmadan, dayanmadan işləmək, səy göstərmək. Röya yuxu deməkdir. Gərnəşmək də yorğun olan insanların əllərini yuxarı qaldıraraq sinələrini qabağa vermək deməkdir. Söz ehtiyatı. Hansı cümlədə ötüşmək sözü şeirdəki mənasında işlənmişdir? Yarışda maşınlar bir-biri ilə ötüşürdü. Bu iş sən olmadan ötüşməz. Birincinin mənası odur ki, yarışda maşınlar ötüşür. Yəni ki, biz bunu həyatımızda da görmüşük. Yəni bir-birini keçmək üçün yüksək sürətlə sürülən maşın, yəni ötüşməkdir. Bu iş sən olmadan ötüşməz, yəni keçməz deməkdir. Baxın, burada deyir ki, mən olmasam ötüşmür, nida heç yada düşmür. Yəni mən olmasam iş həll olunmur da belə. Deməli, ona görə də burada doğru cavabımız 2 olacaq. Nə anladın? Mətnə əsasən suallara cavab verin. Şeirin mövzusu nədir? Şeirin mövzusu gördüyümüz kimi durğu işarələri haqqındadır. Yəni nida, vergül, sual, nöqtə və s. Şeirdə hansı durğu işarələrindən bəhs edir? Elə indi saydığım 4 durğu işarəsi. Şeirdə qafiyələnən 5 söz cütlüyünü seçin. Gəlin seçək. Qafiyə nədir? Qafiyə sözün sonunda, yəni misraların sonunda belə baxın,
də, baxın, ündə, baxın, buradan belə gəlib. Daha sonra bax, a, ur, anı, ası. Sual, hal, baxın, axırı bax, bağır, yatır. Deməli, qafiyə odur ki, misraların sonunda, yəni bir-birinə uyğun gələn səslərin, hərflərin birləşməsi belə deyim, indi sizə gələcəkdə daha geniş keçəcəksiniz, biləcəksiniz. Deməli, mən indi qələmimi götürüm, keçdim. Sizə göstərim, baxın, bu də üstündə. Sonra dediyim kimi ura, nida, sonra sual, hal, bağır, yatır, aram, haram. Baxın, bir-birinə sanki uyğunlaşır. Aram, haram, baxın. Əzizim, sözüm, baxın. Mən vacibəm burada. Bəs, kəs. Ovuşdurdu, qoşuldu. Baxın, dudu, birləşir. Baxın, burada ucadır, balacadır. Sonudur, unudur. Xəstə, sərbəstəm, peşəm, yerindən. Baxın, bunların hər biri, bax, qardaş dolaş. Baxın. Göstərdiyimi, baxın, hər biri qafiyə təşkil eləyir. Baxın, məsləhət, məsələn, nəsihət. Baxın, axırı hət, ikisi də eyni axırla bitdi. Belə. Mən sizə elə hamısını göstərdim, 5-ni yox. Sonra keçid edirəm. Düşün və cavab ver. Şeirdən aşağıdakı cümlələrə uyğun gələn hissəni seçib oxuyun. Vergül sözlər və cümlələr arasındakı fasiləni ifadə edir. Hara getdi? Vergül, baxın. Qoşuldu sözlər. Budur, baxın. Nəfəs dərməkdir, peşəm. Yəni ki, vergül olan yerdə bir pauza verir, bir nəfəsimizi dəririk. Məsələn, baxın, burada arzu, xahiş, nəsihət. Bir nəfəsimizi dərib deyirik də. Arzu, xahiş, nəsihət belə demirik ki. Sonra məlumat, xahiş, əmr bildirən cümlələrin sonunda nöqtə qoyulur. Nida, hissəyəcən bildirir. Elə ikisinə də birdən baxın. Arzu, baxın, burada. Biz gördük ki, nöqtə harda qoyulur? Baxın, nöqtə özü məlumat verir ki, mən arzu, xahiş, nəsihət, məsləhət, əmr olan cümlələrin sonunda qoyuluram. Nida harda qoyulur? Baxın, nidada əgər cümlələrin durdayağın, bərkdən şu ura, hamısı. Baxın, ura deyir, bərkdən qışqırdı. Səslər hamı ayıldı. Yəni, ura burada da nidanın, yəni, hiss həyəcanla deyildiyi özünü göstərir. Yəni, daha sonra şeirin sonunda nöqtənin dedikləri ilə razısınızmı? Sizcə Durğu İşarələrinin cavabı necə olacaq? Durğu şeirin sonunda deyir ki, sənin dediyin yerlər rüyalarda qalacaq. Bunu siz öz fikrinizlə əsaslandırarsınız. Daha sonra hekayəyə keçid edirəm. Deyir, verilmiş cümlələri oxuyun. Bu zaman hansı çətinliklə qarşılaşdığını söyləyin. Bir kənddə Aycun adlı gözəl qız yaşayırdı. O gözəlliyi ilə fəxr edirdi. Bütün günü gözünü güzgüdən çəkmirdi. Deməli, biz burada neynədik? Durğu işarələrinin və pauzaların, yəni sözlər arasındakı ara məsafələrin, baxın, belə ara məsafələrini görmədik. Ona görə də oxumaqda çətinlik çəkdik. Deməli, baxın, burada bir sözü ayrı olmalıdır, kənddə o ayrı, Aycun ayrı, adlı ayrı, baxın, belə-belə. Baxın, belə-belə olmalıydı. Amma bu bizə buradan deyildi, buradan idi. Bitişdirib verib deyə biz bunu oxuya bilmədik. Durğu işarələrdə yoxdur eyni zamanda. Aşağıdakı cümləni oxuyun. Sizcə hansı bu cümləni yazan şəxsin məqsədi məlumat vermək, yoxsa məlumat almaqdır? Fikrinizi dəqiqləşdirmək üçün o nə etməlidir? Sabahçı tədbirdə Ramil də çıxış edəcək. Baxın, bu həm məlumat vermək üçün nəqli cümlə ola bilər, yəni sonda nöqtə qoyula bilər. Amma bir də sabahçı tədbirdə Ramil də iştirak edəcək, baxın, məlumat almaq üçün də, yəni sual kimi də verilə bilər. Buna görə biz burada bunu iki cür düşünə biləcəyik. Fikrini dəqiqləşdirmək üçün o ya sual formasında deyəcək, intonasiyası ilə, ya da ki, nəqli cümlə intonasiyası ilə deyəcək. Sözlərdən işarələrə. Danışarkən fikrimizi bildirmək. Fikrimizi bir dənə baxın, burada bu mətni oxuyum. Danışarkən fikrimizi düzgün və dəqiq çatdırmaq üçün intonasiyadan istifadə edirik. Səs tonumuzu dəyişirik, sözlər, cümlələr arasında pauza veririk. Yazda isə bu funksiyalar durğu işarələri yerinə yetirir. Durğu işarələri mətnin daha
asan qavranılmasına kömək edir. Bəs bu işarələr necə yaranmışdır? Əvvəllər yazıda durğu işarələrindən istifadə olunmurdu. Sözlər və cümlələr arasında heç ara məsafəsi də olmurdu. Sonralar cümlələr arasında məsafə qoyuldu, amma yenə də mətnləri oxuyub anlamaq çətin olurdu. Bu problemi aradan qaldırmaq üçün durğu işarələrinə ehtiyac var idi. İlk yaranan durğu işarəsi nöqtə oldu. Vergül işarəsinin yaranması ərəb dili ilə əlaqələndirilir. Ərəb dilində və bağlayıcısı vav hərfi ilə ifadə olunurdu. Sonradan bu hərf vergül işarəsi kimi istifadə edildi. Sual işarəsi 600 il əvvəl İtaliyada tətbiq edildi. İlk dəfə Manuzzi adlı naşir sual cümlələrinin sonunda qua estio sözünü yazmağa başladı. Bu sözün mənası cavab axtarıram demək idi. Sonradan naşir bu sözün ilk və son hərflərindən istifadə etdi. Nəhayət, bu iki hərfdən xüsusi işarə yaratdı. Zaman keçdikdə həmin işarə indi bildiyimiz sual işarəsinə çevrildi. Burada bu şəkildə görürük. Nida işarəsi də Latın dilində io sözündən yaranmışdır. Bu söz sevinç, heyrət bildirirdi. Beləliklə deyə bilərik ki, bu gün yazıda istifadə etdiyimiz durğu işarələri çox maraqlı inkişaf yolu keçmişdir. Burada söz boxçasına var. Funksiya, yəni rolu deməkdir. Pauza, danışan zaman verilən fasilə deməkdir. Naşir isə qəzet, jurnal və s. yazan insan deməkdir. Nəşr edən daha doğrusu. Nə anladın? Düzgün yoxsa yanlış? Vergül işarəsi Latın əlifbasındakı hərfdən yaranıb. Deməli, bu yanlışdır. Biz gördük ki, vergül işarəsi vavdan yaranıb. Ona görə bu yanlışdır. Yəni, ərəb əlifbasındakı vavdan yaranıb. Manusdi kitab nəşri ilə məşğul olub. Bəli, bu doğrudur. Uydum bir son. Cümlələr arasındakı məsafə nöqtəni əvəz edə bilirdi. Xeyr, bu yanlışdır. Sonra sual və nida işarəsinin yaranma tarixçələri bir-birinə bənzər. Bəli, bu da doğru fikirdir. Hər ikisi, yəni müxtəlif hərflərin sözün inkişafından yaranıb sanki belə. Düşün və cavab ver. Cümlələri tamamlayın. Sonunda durğu işarəsi olmayan cümlələri anlamaq çətindir. Çünki onun hansı mənada işləndiyini bilmirdik. Ya sualdır, nidadır, əmrdir, cümləsidir. Yəni bunun nə olduğunu bilmirdik. Q-A-S-T-O sözünün tədricən sual işarəsinə çevrildi. Çünki onu əvvəl sözün mənası, yəni baxın burada bizə deyir. Sözün mənası cavab axtarıram deməkdir, amma onu inkişaf elətdirərək, yəni sual işarəsinə çevirdilər. Daha sonra hiss, həyəcan bildirən sözlərin sonunda i-o sözündən istifadə edir. Çünki onun mənası heyrət, sevinç, heyrət deməkdir. Burada baxın, sevinç, heyrət bildirdiyinə görə istifadə olunurdu. Sual işarəsinin yaranma ardıcıllığını bir daha nəzərdən keçirin. Aşağıdakı sxema uyğun olaraq nida işarəsinin yaranmasını şərh edin. Mən belə çox balacalaşdırdım. Bir dənə burada ikisini də göstərim sizə. Baxın, əvvəl ilk və son qo hərflərini götürdü, sonra qını onun üstünə qoydu, sonra da belə sual yarandı. İndi burada bunu yaxınlaşdırıram. Baxın, eynən orada olduğu kimi birinci i-o idi, sonra i-ni yuxarı, onu aşağı gətdilər, sonra da belə bir işarə, nida işarəsi, yəni yarandı. Sizcə hansı daha əvvəl yaranmışdır? Hərflər yoxsa durğu işarəsi? Fikrinizə əsaslandırın. Təbii ki, hərflər yaranmışdır. Biz bunu mətndə də gördük ki, bir dənə baxım haradaydı. Baxın, durğu işarənin yerinə yetirdi, mətnin qavramasına kömək edirdi. Baxın, deyir ki, əvvəllər yazıda durğu işarələrindən istifadə olunmur. Deməli, yazı hərf var imiş, amma durğu işarələri hələ ki, yox imiş. Verilmiş fikirlərin nidanlı obalı, yoxsa sözlərdən işarələrə mətnə aid olduğunu müəyyən edin. Gəlin, baxaq. Durğu işarələrinin yaranması ilə bağlı tarixi faktlar verilmişdir. Deməli, biz bunu sözlərdən işarələrə də gördük. Sualın yaranmasını elə orada gördük və s. Qafiyəli sözlərdən istifadə edilib. Bu fikir nidanın lovğalığına aid idi. Qafiyəni mən sizə göstərdim. Cüt qafiyələr. Durğu işarələri şəxsləndirilib. Bu da
nidanın loğvalamalıdır. Şəxsləndirmə bilirik ki, yəni insanın aid xüsusiyyətlərin cansız əşya və heyvanların üzərinə köçürülməsidir. Burada durğu işarələrinin, vergülü, nidanın danışdığını görürük. Daha dəqiq məlumatlar verilib. Bu da sözlərdən işarələrdir ki, tarixi məlumatlar verilib, yəni daha dəqiq. Uyğun durğu işarələri artıraraq şeiri köçürün. Füzulinin, Sabirin, Vurğunun şirin dili sizinkidir. Balalar, sevin bu azad eli. Mikail Rızaquluzadə. Baxın, burada biz nə gördük? Sadalanma gördük. Sadalanma görəndə deməli orada vergül işarəsindən istifadə olunurdu. Baxın, sonuncudan əvvəl baxaq. Füzulinin vergülləri. Baxın, dayanırıq. Füzulinin, Sabirin, Vurğunun şirin dili sizinkidir. Balalar. Baxın, burada balalar nədir? Müraciət bildirən söz bildirir deyə hər iki tərəfində vergül qoyacağam. Sevin bu azad eli. Burada da nə qoyacağam? Nida işarəsi qoyacağam. Sözlərdən işarələrə mətnin giriş, əsas və sonluq hissələrini müəyyənləşdirin. Buydu, hə? Sözlərdən işarələr, hə. Baxın, giriş hissə birinci abzasdır, yəni belə, bura. Sonra əsas hissə bu hissədir. Son hissə isə buradır, sonluğu. Sözlərdən işarələr mətnin əsas giriş, əsas hissəsi hansı cümlə ilə başlayır? Sizcə bu cümləni işlətməkdə müəllifin məqsədi nədir? Əsas hissəsi. Bu işarələr necə yaranmışdır? Yəni, burada bizə sanki bir sual verir və buradan artıq yeni bir fikir, ideya yaradaraq bizə ətraflı geniş məlumat verir. Keçid cümlələr. Mətnin tərkib hissələri arasında əlaqə yaratmaq üçün çox zaman keçid cümlələrdən istifadə olunur. Sözlərdən işarələri mətnin giriş və əsas hissələri arasındakı keçid cümləsini hansı cümlə ilə əvəz etmək olar? Seçiminizi əsaslandırın. Baxaq, durğu işarələrinin hər birinin yazıda öz yeri var. Durğu işarələrinin yaranması ilə bağlı maraqlı fikirlər var. Durğu işarələrindən biri nöqtədir. Bir çox dillərdə hərflər fərqli olsa da durğu işarələri eynidir. Biz bura məncə 2-ni yaza bilərik. Yəni bunu durğu işarələrinin yaranması ilə bağlı maraqlı fikirlər var. Biz bunu giriş və əsas hissəsinin keçidinə baxın. Bu hissəyə baxın, yəni bu hissəyə onu yaza bilərik, bu hissəyə belə. Buradan da baxın, yeni məlumatlar gəlir, yəni dalınca nöqtə olsun, vergül olsun, sual olsun və s. Mətnin sonluq hissəsi. İnformativ mətnin sonluq hissəsi adətən aşağıdakı ifadələrlə başlanır. Beləliklə, nəticədə, yekun olaraq və s. Biz elə sözlərdən işarələrə mətnində də sonunda beləliklə ilə bitdiyini gördük. Sözlərdən işarələrə mətninin sonluq hissəsindəki cümlə hansı ifadə ilə başlanır? Aşağıdakı ifadələrdən hansı həmin ifadəni əvəz edə bilər? Bütün hallara baxmayaraq bir sözlə ümumiyyətlə baxaq. Mən dedim ki, o beləliklə sözü idi. Baxın, burada da bax, beləliklə deyə bilərik ki, yəni beləliklə, yəni bir sözlə ilə bunu əvəz edə bilərik ki, yəni bir sözlə belə davam elətdirə bilərik. Mətni oxuyun, tərkib hissələrini müəyyən edin. Heroqliflər. Tarix boyu dünya xalqları yazıda müxtəlif işarələrdən istifadə etmişlər. Bu işarələr görünüşünə və funksiyasına görə bir-birindən fərqlənir. Bir sıra xalqların istifadə etdiyi işarələr heroqlif adlanır. Hərflərdən fərqli olaraq heroqliflər yalnız səsi deyil, sözü, anlayışı da işarə edir. Heroqliflərdən ilk dəfə qədim Misirlər istifadə etmişlər. Onlar heroqlifləri soldan sağa, sağdan sola və yuxarıdan aşağıya doğru yazırdılar. Bu işarələrin sayı çox idi. İnsanlar 700-750 heroqlifi yadda saxlamalı olurdular. Ona görə də Misir dilində yazını öyrənmək üçün 5-6 il vaxt lazım olurdu. Müasir dövrdə də bir çox xalqlar, Çinlilər, Yaponlar və s. bu yazı sistemindən geniş istifadə edirlər. Baxın, burada bizə D hərfinin dost, E-nin nəcib, Y-nin yəni belə ədalətli, bu işarənin güclü, bunun təmkinli, bunun müdrik, bunun isə darınqul olduğunu bildirir. Mətnin girişində əsas hissəyə keçid cümləsi düşünüb yazın.
Bir əvvəlcə biz burada bizdən istəmişdik ki, mətni hissələrə bölək. Baxın, bu hissə giriş, bu hissə əsas, burası sonluq hissədir. Girişdən əsasa ola bilər ki, hieroqliflər nə vaxt yarandılar və hieroqliflər nə üçün istifadə olunurdu və s. belə keçid cümlələri qura bilərik. Hansı cümləni mətnin əsas hissəsinin sonuna əlavə etmək olar? Hieroqliflər papirus bitkisindən hazırlanmış lövhələr üzərində yazdırdı. Hieroqlif və rəqəmlərin köməyi ilə kəsr sayları da yazılırdı. Bu səbəbdən Misirdə oxuyub yaza bilən insanlar hörmət sahibi olurdular. Bura deməli 4-cünü qoya bilərik. 4-cü də deyirəm, üzr istəyirəm, 3-cünü. Baxın bunu. Mətnin, yəni son hissəsinə əlavə edə bilərik. Daha sonra F-i baxıram. Mətnin sonluğu hansı ifadə ilə başlana bilərdi? Ona görə də ilk növbədə bütün hallara baxmayaraq, buna əsasən. Məncə bütün hallara baxmayaraq olacaq. Bax, yadınızda saxlayın, bütün hallara baxmayaraq. Gəldim indi mətnə. Elə belə görünəcək. Baxın, burada deyir ki, bunun işarələrin sayı çox idi. 700-750 işarə var idi. 6, yəni bunu öyrənməyə 5-6 il vaxt lazım idi. Deməli, bu çətin idi. Lakin bir çox xalqlar, Çinlilər, Yaponlar bundan istifadə edirdilər. Baxın, geniş gəlmiş. Deməli, burada olacaq ki, bütün hallara baxmayaraq, yəni bunun çətin olmağına baxmayaraq, bu dildən istifadə eləyirdilər. Daha sonra keçirilən dil qaydaları hissəsinə. Cümlələri, dil qaydaları. 4A. Cümlələrin sonunda hansı durğu işarələri qoyulmalıdır? Fikrinizi əsaslandırın. Birincini oxuyuram. Xahiş edirəm, qapını ört. Deməli, bu əmr cümləsidir və ona görə sonunda nöqtə işarəsi qoyulacaq. Vay, dərsə gecikdim. Burada baxın, vay sözü də elə bizə işarə verir ki, bu artıq hiss həyəcanla deyilib deyən nida cümləsidir. Nida qoyulacaq. Arzu, məşğələ hansı günlər olacaq? Baxın, burada elə hansı sözü bizə bildirir. Həm də ki, görür ki, məlumat almaq üçün istifadə edilib deyə. Deməli, burada sual cümləsi, yəni sual işarəsi qoyulacaq. Mağazadan alma, armud, heyva aldım. Bu nədir? Nəqli cümlədir. Bizə bir fikir söylüyor, yəni. Ona görə də burada sonunda nöqtə işarəsi qoyulacaq. Daha sonra B-də hiss həyəcan bildirən sözlər artırmaqla nəqli cümlələri nida cümlələrinə çevirin. Baxaq, lap əldən düşdüm. Məsələn, yorulmuşam. Məsələn, of yazmaq olar ki, of, lap əldən düşdüm. Bu çiçəyin qoxusu, gözəl qoxusu var. Məsələn, bəh-bəh. Bəh-bəh, indi 2 dəfə. Bu çiçəyin gözəl qoxusu var. Daha sonra bizim komanda qalib gəldi. Məsələn, urra. Biz sevinəndə axı urra deyirik. Urra. Bizim komanda qalib gəldi. Biz meşədə tək qaldıq. Vay. Məsələn, qorxanda burada olsun vay sözü. Vay. Biz meşədə tək qaldıq. Belə. Daha sonra C. Hansı cümlənin sonunda məqsəddən asılı olaraq həm nöqtə, həm də sual işarəsi qoymaq olar? Sabah hava küləkli olacaq. Baxın, bu cümlədə olar. Həm nöqtə qoya bilərik ki, məlumat verirəm ki, məsələn, mən sənə sabah hava küləkli olacaq. Amma bir də mən sənə soruşa bilərəm ki, sabah hava küləkli olacaq. Baxın, sual intonasiyası ilə verəndə burada sual da qoyula bilər. Dərslərini yaxşı oxu. Bu əmr cümləsində sadəcə nöqtə qoyulacaq. Məgər iclas artıq bitdi. Burada baxın, məgər sözü var deyə bura biz nöqtəyə əsla qoya bilmərik. Ona görə burada ancaq sual işarəsi qoyulacaq. Yəni sual cümləsidir. Həmişə belə gülərüz ol. Burada da ancaq nöqtə qoyacağıq, çünki əmr cümləsidir. Daha sonra, sizcə nə üçün cümlələrin sonunda həm sual, həm də nida işarəsindən istifadə olunmuşdur? Ay aman, bu nə bəla idi? Bəs mən indi nə edim? Çünki bu cümlələrdə həm sual intonasiyası var, həm də baxın elə ay aman sözü olsun və s. Burada nidaya hiss həyəcanla deyilmiş cümlələrdir. Ona görə də burada həm sual, həm də nida işarəsindən istifadə olunur. İndi isə gəlin 3 nöqtənin mənasına baxaq. Durğu işarələrindən biri də 3 nöqtədir. 3 nöqtə əsasən fikrin bitmədiyini bildirir. Məsələn, dünənki tədbirdə iştirak etdin, sual verir. Deyir, xeyr etmədim, çünki səbəbini demək istəyirəm. Qarşı tərəf deyir ki, yaxşı, sonra izah edərsən. Yəni ki, hal-hazırda baxdım, yoxdur və s. Gəlin indi D-ni yazdaq. Cümlələri oxuyun. 3 nöqtənin hansı məqsədlə işləndiyini müəyyən edin və funksiyaları ilə uyğunlaşdırın. 1. Mən bunu bilmirdim. Heç güman da etmirdim. Deməli, bu nə üçün istifadə edilir? Bu deməli, burada danışanın həyəcanlı olduğunu əks etdirmək
əks elətdirib. Yəni burada həyəcanlıdır, sözləri çəkəliyir, deyə bilmir deyə 3.3. qoyulur. Yəni danışan həyəcanlıdır. 2. Heydər Əliyev demişdir. 3. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Deməli burada sitatın ixtisar edildiyini gördük. Yəni baxın, Heydər Əliyev burada bir çox sözlər deyib, amma o hissəsini yox, sadəcə biz son hissəsini bizə bildirir. 3. Siz niyə dərsə gecikmisiniz? Biz gəlirdik, amma indi burada demək istəyir cavabın. O da deyir ki, amma nə? Yəni ki, burada isə 3. fikrin bitmədiyini bildirir. Yəni amma onun səbəbini açıqlayacaq ki, bizim dərsə yəni niyə gecikmişik. Belə yoldaşlar, izahların sonuna gəldik. Ümid edirəm sizin üçün faydalı oldu. Sonunda nömrəmizi bir daha xatırladım ki, 055 280 59 24 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz, dərslərimizə qoşula bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.